Vaxtınız xeyir. Ondan soruş rubrikasının dəyərli izləyiciləri. Xoş gördük hər birinizi. Bugün yenə maraqlı sorğu ilə qarşınızdayıq. Həyatda bəzən elə qərarlar veririk ki, onların əhəmiyyətini daha sonra anlayırıq. Bu qərarlar bizə fərqli hisslər, yeni imkanlar gətirir. O zaman insan öz-özünə düşünür. Kaş bunu daha əvvəl etsəydim. Elə isə gəlin əhalidən soruşaq. Siz bəs ən son hansı qərarı verəndə bunu niyə daha əvvəl etməmişəm deyə düşünmüsünüz? Ən son hansı qərarı verəndə bunu niyə daha əvvəl etməmişəm demisiniz? Kaş bunu daha əvvəlcədən edərdim. Çox vaxt onu deyirəm ki, kaş belə olardı. Artıq elə deyil, artıq bunu bir dərs olaraq başa düşürəm. Kaş bunu daha əvvəldən bilsəydim, daha əvvəldən etsəydim. Ən son hansı qərarı verəndə bunu niyə daha əvvəl etməmişəm demisiniz? Əvvəllər həyatıma aldığım insanlara çox dəyər verdiyim üçün etdikləri hörmətsizliklərə və səhvliklərə göz yumurdum, amma artıq elə deyil. O insanları həyatımdan çıxardıqdan sonra bunu niyə daha əvvəlcədən etməmişəm deyə özümü sorğuladığım məqamlar oldu. Mən əvvəl çox asosial bir insan olmuşam. İnsanlarla ünsiyyət qurmaqdan çox utanırdım. Universitet həyatına başladıqdan sonra yeni insanlar və yeni ətrafım oldu və kaş bunu daha əvvəlcədən edərdim. Əvvəllər uğursuz olanda bunu bir son olaraq başa düşürdüm və pis olurdum. Artıq elə deyil, artıq bunu bir dərs olaraq başa düşürəm, bir başlanğıc olaraq başa düşürəm və bu məni daha yaxşı edir. Kaş bu qərarı əvvəlcədən alardım. Yəni təhsilimlə bağlı elə bir şanslar var ki, kaş bunu daha əvvəldən bilsəydim, daha əvvəldən etsəydim bu qərarı verməyi. Yəni tez bir zamanda versəydim daha yaxşı nəticə olardı. Oxumaq barəsində saç deyirəm ki, vaxtında oxuyardım. Bəlkə də vaxtında oxusaydım, yuxarı pillələrdə olardım. Çox vaxt onu deyirəm ki, kaş belə olardı. Gənclərə üzümü tutub demək istəyirəm ki, yəni oxumaq yaxşıdır, təhsil yaxşı bir şeydir. Dalıyca gedin. Keçirdiyimiz sorğudan da məlum oldu ki, insanlar əksər hallarda vacib qərarlar verməyi gecikdirirlər. Bu da bir daha onu sübut etdi ki, həyatda atılan kiçik addımlar belə böyük dəyişikliklərə səbəb olur. Bəs siz ən son hansı qərarı verəndə kaş bunu daha əvvəl etsəydim demisiniz? Fikirlərinizi şərhlər bölməsinə bildirməyi unutmayın. Beləliklə bugünkü sorğunun sonuna gəldik. Kanala abunə olmağı, videonu bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın. Gələn sorğulara dək hələlik.